Salam dəyərli dostlarımız, xoş gördük sizləri. Siz də mülkünüzü satmaq istəyirsinizsə, Xırdalan Masazır ərazisində səhifədə nömrə var. Nömrə ilə əlaqə saxlaya bilərsiniz. Sizlərə 2 mərtəbə tipli, dəyərli dostlarımız, mərtəbələr arası monolit betonla inşa edilmiş 3 otaqlı sizlərə ev təqdimat edirəm. Damı paket şiferdir, tam paket kupçadır, sənət. Evin torpağında sənəti alınıb, hazır vəziyyətdə əldədir. İstənilən notarius və asan xidmət mərkəzlərində alqı-satqı etmək mümkündür. Həyətyanı sahə metlaq daşlarla örtülüdür. Həyətinə sərbəst şəkildə bir neçə avtomobil qaraj sahəsinə belə daxil etmək mümkündür. Evin ümumi həyətyanı sahəsi ilə sizləri tanış edirəm. Beton pilləkənlər ağlay daşlarla örtülüdür, dəyərli dostlarımız. Şəbəkə pəncərələr öz həyətyanı sahəsinə baxır. Keçək evin padval sahəsi ilə sizləri tanış edeyim. Əlavə otaq yaratmaq mümkündür bu sahədə, dəyərli izləyicilərimiz. Qaraj sahəsidir, padval sahəsidir. Hər iki tərəfdən qapı qoyulub. Yeri betonlanıb, istilik sistemin xətti, kombinin xətləri bura atılıb hazır bir vəziyyətdə cüt daşla inşa edilib. Keçək digər sahələrlə də sizləri tanış edeyim. Qazı, suyu, işığı daimi olan bir ərazidəyik. Sayğacların hamısı qoyulub qayda qanunla hazır bir vəziyyətdədir. Evin içinə daxil oluruq. Koridor sistemidir, otaqlara bölgülər koridor vasitəsiyləndir. Sağda yerləşir evin qonaq otağı, pəncərəsi öz həyətyanı sahəsinə baxır. Dəyərli dostlarımız, ekran işləmələrlə qonaq otağı yığılıb, hazır vəziyyətdədir. TV stentin yerlərinə kimi xətləri atılıb. İstilik sistemi radiatordur, kombidir, kombinin xətləri atılıb hazır vəziyyətdədir. Girişdən solda yerləşir mətbəx sahəsi, mətbəx meblinin yerlərinə kimi hamısı çəkilib hazır bir vəziyyətdədir. 79.000 manat təşkil edir, dəyərli dostlarımız. Sənət isə kupçadır, kupçalı olaraq satışa çıxarılıb. Yataq otaqlarından biri ilə sizləri tanış edirəm. Ümumilikdə 3 otaqlıdır, 2 mərtəbə tiplidir. Mərtəbələr arası monolit betonla üzlənilib və sanitar qovşaqla da sizləri tanış edirəm. 055 291 35 65 mənim əlaqə nömrəmdir. Buyurub zəng edə bilərsiniz. Gələn videolarda sağ olun, sağlıqla qalın.